Fövqəladə Hallar Nazirliyi ötən il vəfat edən sabiq millət vəkili Hadi Rəcəblinin oğlu Vüsal Rəcəblinin sifarişi əsasında paytaxtın Nəsimi rayon ərazisində inşa olunan 2 mərtəbəli obyektin istismarına icazə verib. Yeniavaz.com xəbər verir ki, Azərbaycan Milli Avtomobil Klubunun prezidenti olan Vüsal Rəcəblinin tikdirdiyi obyektin ümumi sahəsi 275 kvadrat metrdir. Şəhərin mərkəzi hissəsində Nizami küçəsi 121 F ünvanında istismara verilən obyektin layihəçisi İsrail Əhmədov Investment MMC olub. Məlumat üçün bildirək ki, Vüsal Rəcəbli özünün sosial şəbəkə hesabında göstərib ki, o hazırda Energetika Nazirinin müşavir vəzifəsində çalışır. Azərbaycan Milli Avtomobil Klubunun sosial şəbəkə hesablarında isə Vüsal Rəcəblini bu qurumun prezidenti kimi təqdim ediblər. Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan Azərbaycan Milli Avtomobil Klubu MMC 12 dekabr 2017-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin hüquqi ünvanı Nəsimi rayonu Qulu Quliyev ev 8 mənzil 40-da yerləşir. Şirkətin qanuni təmsilçisi Həsənova Cülyetta Ənvər qızıdır. Həsənova Cülyetta Ənvər qızının qanuni təmsilçisi olduğu və Qulu Quliyev ev 8 mənzil 40-da yerləşən daha bir şirkət VARS Consulting MMC adlanır. Qeyd olunan hüquqi ünvanda Hadi Rəcəblinin gəlini Səidə Rəcəblinin rəhbərlik etdiyi VARS MMC adlı şirkət də dövlət qeydiyyatına alınıb.